Salam, axşamınız xeyir. Sabah Qarabağ oyun sonrası mətbuat konfransı davam edir. Komandamızın baş məşqçisi Elvin Məmmədov ilk öncə oyun haqqında fikirlərini bildirsin, sonra keçərik. Axşamınız xeyir olsun. Bilirdik bizi ağır oyun gözləyir. Qarabağın gücü bəllidir. Uşaqlara təşəkkürümü bildirirəm ki, həqiqətən mübarizə apardılar. Çatışmayan şeylər var, bunu bilirik. Fərqindəydik zaten. İnşallah bundan sonraki oyunlara hazırlaşıb maksimum nəticələrə oynayacaq. İlk öncə onu demək istəyirəm ki, sağ olsun. Ən birinci rəhbərə təşəkkür edirəm ki, bu yaşda bu məsuliyyəti mənim üstümə veriblər və bu şansı mənə veriblər. Bu arada bunu demək istəyirəm. Ən birinci sağ olsunlar. Yəni, bu mənim üçün bir təcrübədir. Ən sonunu fikirləşmək istəmirəm bu dəqiqə. Amma nə olacaqsa da bizim üçün nə xeyirlisi olacaq. Bu barədə tez dildən danışmam. Amma yəni, məşqçi üçün yeni başlayıramsa, niyə də olmasın gələcək üçün. Bugün ambisiyalı danışmağın yeri yoxdur. Bu futbol karyerasıdır, məşqçilik karyerasıdır, yeni başlamışam. Yəni, hansı xeyirlidirsə onu fikirləşib, bundan sonraki epizodda, bundan sonraki periodlarda da o barədə danışarıq. Bugün üçün tezdir. Düz qeyd elədiniz. Yəni, zaten Qarabağın gücü bəllidir. Onlara maksimum hazırlaşmışdır. Yəni, mən bir 7-8 dəqiqədə də yaxşı mübarizə apardıq. Top bizdə qaldı. Yəni, biz zaten demişdik uşaqlara ki, Qarabağ səhvi bağışlamır. Yəni, keçiddə adamlar illərdir bunun üzərində işləyirlər, mükəmməl edirlər onu. Yəni, bunun da fərqindəydik, dedik də. Amma yəni, ani bir təcrübəli futbolçunun səhvindən futbolda səhv qaçınılmazdı. Amma o səhv olmasaydı, bəlkə də, yəni mən deməm, bugün udasıydı Qarabağa. Onu deyə bilmərəm. Amma ən azından yaxşı mübarizə gedirdi. Top qalırdı, mübarizə aparırdıq. Qollar oyunu sındırdı. O birinci sualın cavabı, yəni bəlkə bu da mənim təcrübəsizliyimə irəli gəlir. Yəni o fikrimi tam qeyd edə bilmədim. Yox, o mənada demədim. Mən fikrimi saxladım. İş təcrübəsi baxımından. Bir də kateqoriya baxımından, o nöqteyi nəzərdən. Amma yəni siz məndən də yaxşı bilirsiniz ki, bugün Avropa futbolunda o qədər gənc məşqçilər var ki, yəni o nöqteyi nəzərdən deyirəm, bu günləri kateqoriya baxımından dediyim kimi, bu mənim təcrübəsindən irəli gəlir ki, çatdıra bilmədim fikrimi. İkinci sualda da bunu keçən dəfə də vermişdilər. Bu barədə böyük danışmaq istəmirəm. Nə olacağını bəlkə də bundan da beter ola bilərdik həmən vaxtı. Bəlkə də daha yaxşı ola bilərdik. Zaten zaman keçdi, keçmişi geri qaytara bilmərik. Gələcəyə baxmaq lazımdır. Dediyim gibi, bu mənim üçün bir böyük təcrübədir. İnşallah bunu da altından qalxmağa çalışacağım. Deyək ki,